Salam aleykum əziz dostlar. Əslində mən bu rəyi çoxdan gözləyirdim. Düzdür, bəzi insanlar bunu yazıb, amma yenə də mən sizə cavab verməyə çalışacağım. Bilirsiniz, bilmirəm bu insanın dar düşüncəsindəndir belə, yoxsa nəyə görə belədir. Bir insan başa düşə bilmir ki, bəlkə insan öz bədənində tatuirovkaları və yaxud dolğu və yaxud hansısa əməliyyatı dinə gəlməmiş öncə eləyib. Və bilirsiniz, bizim Quranımızda Tövbə surəsi var və Allah buyurur ki, bir insan öz səhvini başa düşərsə və bir daha onu təkrar etməz və Allahdan bağışlanmasını istəyərsə və tövbə edərsə, o zaman Allah onun günahını bağışlayar. Çünki o insan dinə gəlir və ondan sonra öz əməllərinə fikir verir. Amma sizin kimi insanlar əslində radikal olanlar sizsiniz. Çünki siz bir şeydən yapışırsınız və başlayırsınız onun ətrafında fırlanmaq. Sizin düşüncənizlə elə çıxır ki, bir insan nə vaxtsa bir səhvi edibsə, deməli o bu günləri dindən danışa bilməz. O din haqda biliyini artıra bilməz, savadını artıra bilməz. Və o insan artıq sizin düşüncənizlə deməli dinə də gələ bilməz. Xaricdə bir oğlan var, bütün bədəni tatuajdır. Nə vaxtsa o oğlan tövbə eləyib və İslama gəlib. Avropada onu çox dəstəkləyirlər. Bax, həmin bu adam. Yəni tövbə eləyibsə, öz səhvini başa düşübsə, Allah bağışlayandır və siz heç kimsiz. Siz bu günləri insanlarda səhv tutasınız. Sizin düşüncəniz elədir ki, siz özünüz də çalışmırsınız Allaha yaxın olmaq, amma onda, bunda səhv tutursunuz. Ümumiyyətlə kim bilmirsə, bir insan ibadətə gəlibsə, Allah yoluna gəlibsə və onun keçmiş günahlarını onun yadına salarlarsa, o da böyük bir günahdır, onu bilin. Əlhəmdülillah bu günümə, inşallah bu yolda da öz əməllərimi bərkitmək, biliyimi artırmaq niyyətindəyim. İnşallah, amin. Allah bütün gözəl insanları qorusun və Allah hər kəsin ürəyinə görə versin. İnşallah, amin.